Baş nazir dənizdə çimərkən yoxa çıxır. Bilirsinizmi bu kimdir? Bu, Avstraliya tarixinin ən böyük sirridir. Harald Haltının yoxa çıxması. 17 dekabr 1967-ci il. Baş nazir Harald Haltın dostları ilə birlikdə Melbourne yaxınlığındakı Cheviot çimərliyinə getdi. O, güclü üzgüçü idi, amma həmin gün dəniz çox dalğalı və təhlükəli idi. Dostlarının xəbərdarlığına baxmayaraq Holt dənizə girdi və üzməyə başladı. Dostları onu bir neçə dəqiqə izlədilər. Sonra o, dalğaların arasında gözdən itdi. O, bir daha üzə çıxmadı. Avstraliya tarixinin ən böyük axtarış əməliyyatı başladı. Donanma, hava qüvvələri, yüzlərlə könüllü, amma heç nə tapılmadı. Nə bir cəsəd, nə də bir dəsmal. Nə baş verdi? Ən məntiqli izah onun sadəcə boğulması və cəsədin dənizə çəkilməsidir. Amma konspirasiya nəzəriyyələri də çox idi. Məsələn, o, Çin casusu idi və sualtı qayıqla qaçırıldı. Yoxsa intihar etdi? Onun yoxa çıxması Avstraliya folklorunun bir hissəsinə çevrilib. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.